Allahdan qorxun, hüzuruna toplanacağınız məhz odur deyə buyurulmuşdur. Göyləri və yeri haqq olaraq yaradan odur. Onun ol deyəcəyi gün hər şey dərhal olar. Onun sözü haqdır. Surun, İsrafilin surunun çalınacağı gün hökm onundur. Qeybi və aşkarı bilən də odur. O hikmət sahibidir. Hər şeydən xəbərdardır. Ya Rəsulum, xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi, sən bütləri tanrılar mı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm. Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun. Gecə qaranlığı onu bürüdükdə, o bir ulduz görüb, bu mənim Rəbbimdir, dedi. Ulduz batdıqda isə, mən batanları sevmirəm, söylədi. Sonra doğan ayı görüb, bu mənim Rəbbimdir, dedi. Ay batdıqda isə, doğrudan da əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım, söylədi. Daha sonra doğan günəşi görüb, bu mənim Rəbbimdir, bu daha böyükdür, dedi. Günəş batdıqda isə dedi, ey cəmaatım, mən həqiqətən sizin Allaha şərik qoşduqlarınızdan, bütlərdən, səma cisimlərindən uzağam. Mən həqiqətən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm. Tayfası onunla, İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi, Allah məni doğru yola saldığı halda, siz onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey, bəla, müsibət istisna olmaqla, mən sizin ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məyər düşünüb ibrət almırsınız? Allahın sizə heç bir dəlil indirmədiyi bütləri ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, deyin görək, bu iki dəstədən hansı qiyamət əzabından əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadılar. Haqq yola yönəlmişlər də onlardır. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir. Biz İsaqı və Yaqubu ona əta etdik. Onların hər birini hidayətə, peyğəmbərliyə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyanı, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməli salihlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəyi, Yunisi və Lutu da hidayətə qovuşdurduq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da bir qismini hidayətə çatdırdıq. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar Allaha şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı. Onlar bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər indi bunlar bu dəlilləri dansalar, biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De, mən bunun İslam dininin təbliği müqabilində sizdən bir əvəz istəmirəm. Bu, Quran, aləmlər, bütün bəşəriyyət üçün yalnız bir moizədir. Onlar, yahudilər, Allah heç bir bəşərə bir şey, Quran nazil etməmişdir deməklə, Allahı layiqincə qiymətləndirmədilər. De, Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı, Tövratı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. Əslində siz Quran vasitəsilə özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Ya Rəsulum, sən Allah deyib çağır. Sonra da onları bırax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. Bu, Quran da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Ahirətə iman gətirənlər ona da iman gətirər. Namazlarını da qoruyub saxlayarlar. Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda, mənə də vəhy olunmuşdur. Mən də Allahın nazil etdiyi Quran kimi bir kitab indirəcəyəm deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalimları ölüm əzabı içində çabalayan,
Mələklərin də bu zaman əllərini uzadıb, çıxarın canlarınızı. Siz bugün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız dediklərini görəydin. Siz bizim huzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək tənha, özü də sizə verdiyimiz var dövləti, əhli əyalı arxanızda, dünyada qoyub gəlmisiniz. Artıq sizin vaxtı ilə öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfayətçilərinizi görmürük. Artıq aranızdakı rabitə qırılmış və Allaha şərik iddia etdikləriniz bütlər də sizdən uzaqlaşıb qeyb olmuşdur. Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah. Axı siz ondan, haqq olan Allahdan nə cür döndərilirsiniz? Gecənin zülmətindən səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı vaxt üçün bir ölçü vasitəsi edən də odur. Bütün bunlar yenilməz qüvvət sahibi, hər şeyi bilən Allahın təqdiridir. Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün, ulduzları sizin üçün yaradan da odur. Biz bu ayələri anlayan bir cəmaat üçün bu cür ətraflı izah etdik. Sizi tək bir nəfərdən, Adəmdən yaradan da odur. Sizin üçün bir qərar yeri, bir də bir əmanət yeri, qəbir vardır. Biz ayələrimizi anlayan bir cəmaat üçün belə müfəssəl bəyan etdik. Göydən su, yağış endirən odur. Biz onunla hər bir bitkini yetişdirdik. Yaşıl fidanlar göyərtdik. Onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumrucuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Onlardan hər birinin bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir cəmaat üçün dəlillər vardır. Cinləri Allah yaratdığı halda onları Allaha şərik qoşdular. Bilmədən onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların ona aid etdikləri sifətlərdən uzaqdır, paçdır və yüksəkdə durur. O, göyləri və yeri yoxdan var edəndir. Allahın necə övladı ola bilər ki, onun heç bir yoldaşı, zövcəsi yoxdur. Hər şeyi O yaratmışdır. O hər şeyi biləndir. O, Allah Rəbbinizdir. Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan O'dur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir. Gözlər onu görüb dərk etməz. O, gözləri dərk edər. O, lətifdir. Hər şeydən xəbərdardır. Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim onları görsə, öz lehinə. Kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm. Biz ayələrimizi belə açıqlayırıq ki, onlar sən dərs almısan desinlər və biz də onu, Quranı bilən bir cəmaata izah edək. Ya Rəsulum, Rəbbindən sənə vəhy edilənə, Qurana tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir. Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən. Allahdan başqalarına tapınanları söyməyin, yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin huzuruna qayıdacaqlar. Allah isə onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir. Məkkə müşrikləri Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de, ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə, möcüzə gəldikdə yenə də iman gətirməyəcəklər?